Hər kəsə salam. Bu videoda sizə mühüm bir mövzu haqqında danışacağam. Bilirsiniz ki, dil öyrənmə prosesində ən vacib məsələlərdən biri düzgün danışmaqdır. Bunun üçün siz düzgün cümlə quruluşunu bilməlisiniz. Mövzuya keçməzdən əvvəl onu vurğulamalıyam ki, hansı xarici dili öyrənməyinizdən asılı olmayaraq, çalışın ki, öz ana dilimizi yaxşı səviyyədə öyrənəsiniz. Əmin olun ki, öz ana dilimizi nə qədər yaxşı bilsəniz, xarici dili də bir o qədər yaxşı öyrənəcəksiniz. Gəlin əvvəlcə öz dilimizdə cümlə quruluşu ilə tanış olaq. Hər bir dilin özünə məxsus cümlə quruluşu var. Bizim dilimizdə cümlə bu cür qurulur. Əvvəlcə nüqtəda, daha sonra ikinci dərəcəli üzvlər, yəni tamamlıq, təyin, zərflik, ən sonda isə xəbər gəlir. Məsələn, bacım hər gün kitab oxuyur. Gördüyünüz kimi cümlə mübtəda ilə başlayır, xəbər ilə bitir. Ancaq ingilis dilində cümlə quruluşu bir qədər fərqlidir. Yəni, əvvəlcə mübtəda, daha sonra xəbər, ən sonda isə ikinci dərəcəli üzvlər gəlir. Bu struktur ingilis dilində əsas cümlə quruluşudur və əksər vaxtlarda belə olur. Bayaqki cümləni ingilis dilinə tərcümə edək. My sister reads a book every day. Cümlədən də gördüyünüz kimi əvvəlcə mübtəda, daha sonra xəbər gəlir. Əgər biz bu cümləni Azərbaycan dilinə uyğun tərcümə etsək, bu tamamilə səhv olar. Haqqında danışdığım cümlə quruluşu nəqli cümləyə aiddir. Sual cümlələrinin quruluşu isə tamamilə fərqlidir. Ümumiyyətlə, sual cümlələri iki yerə bölünür. Ümumi sual cümlələri və xüsusi sual cümlələri. Ümumi sual cümlələri sual verən zaman ancaq sual intonasiyası ilə düzələn cümlələrə deyilir. Məsələn, o musiqi dinləməyi xoşlayır. Bu cümləni sual cümləsinə çevirsək belə olacaq. O musiqi dinləməyi xoşlayır. Xüsusi sual cümlələri isə xüsusi sual sözləri vasitəsilə düzəlir. Yəni, cümlədə sual verdiyimiz cümlə üzvünün yerinə sual sözü işlədilir. Məsələn, onun dostu universitetdə işləyir. Gəlin bu cümlədə universitetdə sözünə sual verək. Onun dostu harada işləyir? Gördüyünüz kimi, universitetdə sözünə harada sözü ilə sual veririk. İndi isə gəlin ingilis dilində sual cümlələrinin quruluşu ilə tanış olaq. İngilis dilində ümumi sual cümlələrinin quruluşu belədir. Köməkçi feil, mübtəda, xəbər və digər üzvlər. Məsələn, does he like to listen to music? Bu cümlədə does feili köməkçi feildir. Qısaca belə yadda saxlaya bilərsiniz. Nəqli cümlədə sıralama olduğu kimi qalır, sadəcə cümlənin əvvəlinə köməkçi feil gəlir. Xüsusi sual cümlələri isə bu cür düzəlir. Xüsusi sual sözü, köməkçi feil, mübtəda, xəbər və ikinci dərəcəli üzvlər. Məsələn, what does he like to listen to? Bu cümlədə what sözü xüsusi sual sözüdür və music sözünün sualıdır. Ümumiyyətlə, sual cümlələri haqqında daha ətraflı bir video çəkmək fikrim var. Əgər sizə də maraqlıdırsa, rəylərdə fikirlərinizi bölüşsəz sevinərəm. Daha rahatlıqla cümlə qurmaq üçün gəlin bir neçə cümlə qəlibi ilə tanış olaq. I like, I want to, I need, I believe that, I agree that, I think that. Bu cür cümlə qəlibləri ingilis dilində sizə sürətli şəkildə cümlə qurmağa kömək edəcək. Videonu bura qədər izləyənlərin hər birindən kiçik bir xahişim var. Bu cümlə qəliblərindən istifadə edərək hər kəs rəy bölməsinə bir cümlə yazsın. İnanıram ki, bugünkü mövzu hər biriniz üçün faydalı oldu. Videonu bəyəndinizsə, bəyənib şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.